وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. İbadətlərin təməli olduğu üçün. Yəni, insan taharəti düzgün yerinə yetirməsə, insanın namazı onun üçün fayda etməz. Çünki dəstəmaz məsəl üçün taharətləndir. Və bu dəstəmazı almaq üçün də nə lazımdır? Su lazımdır, düz deyilmi? Bu suyu da deməli, ayırt etmək lazımdır ki, bu hansı sular təmiz sayılır, hansı sular nəcis sayılır, hansılarla dəstəmaz almaq olar və yaxud da ki, hansılarla almaq olmaz. Ona görə də barakallahu fikum deməli, qeyd elədik ki, təharət namazın açarıdır. Yaxşı, indi qardaşlar, təharətin keçməkdir ki, neçə qismdir təharət? Səsim gəlirmi? Səsim gəlirmi? Eşidirsiniz məni? Bəli. Təharət neçə qismdir? 2 qism. Hansılardır? Mənəvi. Yaxşı. Orada səhv eləmirəmsə əl qaldırmaq işarəsi var. Ona baxın. Çünki səslər bir-birinə qarışır. Belə. Deməli, yaxşı. Kim deyər, mənəvi təharət nədir? Mənəvi təharət qəlbin şirkdən və asilikdən təmizlənməsi. Yaxşı. Qəlbin şirkdən və asilikdən təmizlənməsi. Bəli. Bu adlanır, yəni bədənin təharəti. Yox, bu adlanır qəlbin təharəti. Bədənin təharəti isə ikinci növdür. Yaxşı, Allah Subhanahu taala deyir ki, innəməl müşrikuna nəcəs. Bu hansı təharətin növündəndir? Müşriklər nəcisdir. Mənəvi. Mənəvi təharətdir, bəli. Hətta bəzi alimlər düzdür, gətirirlər ki, hissi təharətdir. Ona da aid edirlər. Çünki yəni müşriklərin deyir, onların bədənləri də nədən sayılır? Nəcisdir deyir. Çünki deməli, bəzi alimlər gətirir ki, indi inşallah qablar babında keçəndə görəcəyik orada müşriklərin qabından istifadə eləməyin hökmü. Yəni onların qablarından yemək və yaxud da su içməyini. Yəni onlar nəcis olmasalar, belə bir hökm olmaz. Onlar deməli, həm hissi, həm də mənəvi nəcisdən sayan alimlər də var. Barakallahu fikum. Amma əsas götürülür ki, onlar mənəvi nəcasətdirlər, nəcisdirlər. Allah Taala'nın muradı da ayədə budur. Yaxşı, hissi təharət nə deməkdir? İki növü var. Bədənin təmizlənməsi, bir də paltarla məkanın təmizlənməsi. Əhsən. Bədənin təmizlənməsi. Bədənin təmizlənməsi nə ilə olur? Yəni, suyla və torpaqla. Suyla və torpaqla, aferin. Deməli, namaz qılınan yerin, yəni məkanın, yəni ümumiyyətlə məkanın təmiz olması, bir də paltarın təmiz olması, yəni bu da ki, yuyulmaqla və yaxud da o nəcasətin o məkandan götürülməsi ilə, aradan qaldırılması ilə baş verir. Və fikir verin, subhanallah, bu ümmətə xas olan bəzi fəzilətlər var ki, Allah subhanahu taala bu dini gözəl şəkildə tanımır. Hansı ki, əvvəlki ümmətlərdə yəni paltara nəcasət toxunanda həmin o nəcasət toxunan yerləri kəsib götürürdülər. Məsələn, sən şalvar geymisən, bir yerinə nəcasət toxundu, onun qayçı ilə və yaxud da nəyləsə kəsib götürürdülər. Yəni onlarda bu yumaq zad belə şeylər yox idi. Yəni bu bizim Muhammed sallallahu əleyhi və səlləmin ümməti Allah subhanahu taala rəhmət olaraq bu şəriəti bizim üçün asanlaşdırmışdır. Hansı ki, yuyaraq bunu aradan qaldırırsan. Və keçmiş ümmətlərdə məsəl üçün Yahudilərdə var idi ki, onlar tövbə etdikdə özlərini öldürməli idilər. Fikir verin, bu günlərim hər şey asandır. Allah subhanahu taala sadəcə yerində oturduğun halda əstəğfirullah deməklə tövbə etmiş olursan. Və yaxud da ki, peşmançılıq özü ilə tövbədir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir. Və bu Quran-ı Kərimdə gəlir, hansı ki, Allah subhanahu taala buyurur ki, əgər tövbə edirsinizsə, özünüzü öldürün. Faqtulu anfusakum. Özünüzü öldürün. Zəlikum xayrun lekum. Bu sizin üçün daha xeyirlidir. Bəli. Deməli, sonra nəyə qeyd etmişdik? Və bu qədər. Bu günlərim yeni mövzu götürürük. Diqqətli olun, qardaşlar. Ümumən alimlər suyu ayıranda, qismləri ayıranda, onlardan biri də özü təmiz olub və başqasını təmizləyən sudur. Fikir verin. Özü təmiz olub və
başqasını təmizləyən su. Və barakallahu fikum, təmizlik də qeyd edək ki, əsasən su və daşla olur. Su, daş və torpaqla olur. Su, daş və torpaqla olur. Su, deməli, suyun növlərindən bugün qeyd edəcəyimiz özü təmiz olub və başqasını təmizləyən sudur. Özü təmiz olub və başqasını təmizləyən sudur. Hansı ki, bu suya deyirlər və huvəl baqi alə əsli xilqətihi. Yəni, yaradılış xilqətinin əslində qalan su. Yaradılış xilqəti ilə eyni sözdür, yəni xilqətində qalan su. Necə yaradılıbsa, o cür qalan su. Hansı ki, yaradıldığı sifətdə qalan su. Və istəyir bu həmən su yağış suyu olsun və yaxud da ki, buz olsun və yaxud da, məsəl üçün, qar olsun, fərqi yoxdur. Və yaxud da ki, yerdə olan çaylar, dənizlər və s. Və ərəblər bundan əlavə, yəni çay bildiyimiz göllərdir və bundan əlavə bəzi kanal deyirlər, deyəsən bizdə, uyun deyirlər ərəblərdə. Bəzi kanal suları, hansı ki, onlar əslən təmizdirlər. Və bu, özü təmiz olub, başqasını təmizləyən sulara daxildir yağışlar, deməli, qar və yerdən axan çaylar və dənizlər kimi. Hansı ki, Allah subhanahu wa ta'ala bu barədə buyurur ki, وَيُنَزِّلُ عَلَيْكُمْ مِنَ السَّمَاءِ مَاءً لِيُطَهِّرَكُمْ بِهِ. Ənfal surəsinin 11-ci ayəsində buyurur ki, Allah Taala göydən nə indirdi? Yağış indirdi. Hansı ki, onunla sizi təmizləyir. Onunla sizi təmizləyir. Barakallahu fikum. Deməli, birinci suyun növü odur ki, özü təmiz olub, başqasını da təmizləyən sulardır və bunlara da yağış, qar, çay suları, dəniz suları və yaxud da kanal suları aiddir. Və sonra Allah subhanahu wa ta'ala deyir ki, başqa ayədə, Furqan surəsinin 48-ci ayəsində وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً طَهُورًا. Və sizə səmadan təmiz su endirdik. Barakallahu fikum. Buradan o başa düşülür ki, dəlildir ki, yağış suyu təmiz sudur. Və həmçinin Allah Nəbisi sallallahu aleyhi və səlləmin etdiyi dua da Buxarinin rəvayət etdiyi və Müslimin rəvayət etdiyi hədisdə gəlir ki, Allahümmə ğsilni min xatayaya bilmə'i və thəlci vəl-bərad. Peyğəmbər sallallahu aleyhi və səlləm dua edir ki, Allahım məni, xətalarımı suyla, bilmə'i, suyla və thəlci, thəlc yəni qara deyirlər, qarla və yaxud da vəl-bərad, ərəb dilində barad dolu deməkdir. Dolu ilə təmizlə. Və buradan, yəni, inşallah qabaqki mövzularımızda gələcək bu məsələ, hansı şeylərlə dəstəmaz almaq olar və bu həmən sular özü təmiz olub və başqasını da təmizlədiyi üçün qar suyunla və dolu suyunla və yaxud da yağış suyunla dəstəmaz almaq olar. Barakallahu fikum. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deməli, dəniz suyu barəsində Huvət-tahuru məuhu əl-hillu meytətuh. Deməli, dəniz barədə buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm, dənizin suyu təmiz, onun içində olanlar isə, yəni onun içində olanların ölüsü isə təmiz, halaldır. Yəni, burada hədisin üzərində dayanası olsaq, hədisi deməli, Abu Davud rəvayət edir və Tirmizi, Nəsai, İbn Məcə, yəni bütün demək olaraq hədis kitablarında var. Və hədisi Şeyx Əlbani rahimehullah səhihləşdirib. Fikir verin hədisin başlığına. Huvət-tahuru məuhu. Dənizin suyu nədir, qardaşlar? Təmizdir. Dənizin suyuyla dəstəmaz almaq olar. Dənizin suyuyla qüsl almaq olar. Və əl-hillu meytətuh. Və fikir verin, bu hədis bir çox məsələlərə cavabdır. Hansı ki, bəzi qardaşlar gətirirlər ki, və yaxud da ki, fərqi yoxdur, gətirirlər ki, məsələn, dənizdə olan canlılar barədə sual verəndə, bu ümumi hökmdür, qardaşlar. Ki, əl-hillu meytətuh. Yəni, dənizin içində olan canlı varlıqlar, hətta onlar ölsələr belə, onların ölüsü də halaldır. Və burada istisnalar var, hansı ki, bəzi canlı varlıqlar var ki, dənizin içində yaşayan, onların, məsəl üçün, əhti zəhərlidir. Kimsə gətirə bilər ki, yəni, dənizin içində olanlar halaldırsa, hətta ölüsü belə, onda niyə görə bəzi balıqlar var və yaxud da ki, elə, bəlkə də adını eşitmədiyimiz bəzi həşəratlar var ki, onlar yəni, zəhərlidir, onu yesə insan ölər. Yəni, bu necə olacaq? Onda biz deyirik ki, barakallahu fikum,
ümumi xüsusi hökmlər ümumi dəyişdirmir. İstisnalar hökmü dəyişdirmir. İstisnalar hökmü dəyişdirmir. Bunu yaxşı yadınızda saxlayın inşallah. İstisnalar hökmü dəyişdirmir deyəndə elə bu qaydaya uyğun olaraq sən gətirdiyin ümumi hökm nədir? Allah Resulü sallallahu əleyhi və səlləm sözü. Hansı ki, huve tahuru ma'uhu el-hillu meytetuh. Onun suyu təmiz, ölüsü isə nədir? Halaldır. Sənin gətirdiyin şey məsəl üçün istisna olsa da biz deyirik ki, istisnalar hökmü dəyişmir. O şeylər ki, istisnadır, onlar barəsində məsəl üçün yemək zərərdir və yaxud da ölmə nəticələnmir, onu tərk edirsən və salam. Lakin ümumi üzərinə qaim olunur, bina olunur qayda ki, Allah Resulü sallallahu əleyhi və səlləm dediyi hədisdən suyu təmiz, ölüsü isə nədir? Halaldır. Və qardaşlar, təharətin, təmizlənmənin su ilə olduğunu bildiyimiz kimi, suyun cinsində olan bəzi maddələr var ki, onun cinsi ilə olan maddələrdə o maddələrlə təmizlənməyin qadağan olması. Hansı ki, məsələn, təmizlənmək deyəndə burada ümumi təharət deyəndə qardaşlar, yadınızda saxlayın ki, təharət yəni tək o demək deyil ki, insan yəni ayaq yoluna gedir. Məsələn, oradakı su nəzərdə tutulur. Yox, insanın dəstəmaz aldığı su da o təharət suyundan sayılır. Və yaxud da ki, qusl aldığı su da. Hansı maddələrdir ki, suyun cinsindən olsa da, o maddələrlə dəstəmaz və yaxud da ki, hansı ki, o təharət hasil olmur. Məsəl üçün, onlara sirkə suyu misal gətirmək olar və yaxud da ki, benzini misal gətirmək olar və yaxud da ki, meyvə sularını misal gətirmək olar və yaxud da ki, limon suyu olsun, fərqi yoxdur. Və yaxud da çay olsun, içilən çay. Məsələn, insan çayla dəstəmaz ala bilərmi? Ala bilməz. Çünki çay suyun cinsindən olsa da, ona qarışıldığı üçün, qarışıq olduğu üçün onunla dəstəmaz almaq olmaz. Və yaxud da ki, meyvə suyu və s. misal çəkdiyimiz kimi. Çünki Allah subhanahu wa ta'ala qardaşlar, Quran-ı Kərimdə buyurur ki, Allah Teala burada qeydlə gətirir. Su. Hansı ki, bu tapılmayanda onun əvəzi var. Allah Teala buyurur ki, Maidə surəsində فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا. Əgər dəstəmaz almağa su tapmasanız və yaxud da ki, qüsul almağa su tapmasanız, təmiz torpaqla təyəmmüm edin. Təmiz torpaqla təyəmmüm edin. Və alimlər buradan fayda olaraq çıxardılar ki, əgər Allah subhanahu ta'ala başqa şeylər icazəli olsaydı, su tapılmasa, dəstəmaz və yaxud da ki, qüsul almaq, təharətin baş verməsi icazəli olsaydı, Allah subhanahu ta'ala burada sudan sonra torpağa yönətməzdi. Sudan sonra torpağa yönətməzdi. Barakallahu fikum. Başa düşülməyən şey varmı? Kimsə sual var mı bu arada? Hamı başa düşdü? Barakallahu fikum. Qardaş. Bəli. Adi qazlı ağ su var. Qazlı su? Bəli, ağ. Şirin yox, ağ. Aha. O necə? Qazlı sular barədə ümumiyyətlə qazlı sulardan yox, dəstəmaz üçün istifadə olunmaz. Allah aləm. Yəni bu da saydığımız o cinsdəndir. Yəni çay, meyvə suyu və s. Çünki qazlı suyun içində sadəcə sudur, bir də onun içində vurulan o qazdır. Orada nə rəng dəyişib, nə də şirin, tuş bir şey var. Sadəcə qazı var. Yəni o qazlı suların tərkibi dəyişdirilir. Demək olar ki, tam dəyişmir. Orada sadəcə bir qaz vurulur, bir də suyun öz tərkibi olur. Yəni tam olaraq dəyişmir də o. Su axıcı arz doğada nədir? O iki də həm qazlı, həm sudur. Prosta burada tərkibi dəyişdirilmiş olur da, qaz artırır ora. Başqa qazlar. Əgər tərkibi dəyişdirilmiş sudursa, yəni ümumi qayda odur ki, tərkibi dəyişdirilməsin. Əgər tərkibi dəyişdirilmiş sudursa, icazəli deyil. Amma tərkibi dəyişmirsə, vallahi aləm icazəlidir. Hər bir halda inşallah o məsələyə baxarıq. Bəli. Onun bir halda var da, o qazlı suyu lap açıq yerdə saxlayırsan, qaz çıxıb gedir. Ondan sonra su öz halına qayıdırmı, yoxsa yox? Bəzi qazlı sular var ki, qardaşlar, yəqin ki, bundan istifadə eləmişsiniz. Bəzi qazlı suların tərkibində dadlandırıcı olur. Yəni, o qazı çıxıb gedəndən sonra, məsələn, adi suda içdiyin o tamı vermir sənə. Baxırsan ki, nəsə şirin nəsə var. Yəni, hiss eləmişsiniz. Mineral sular deyə mən belə başa düşürəm. Yəni, onlar
əzəldən elə o dadda olan sulardır. Laçında çıxan su yerində çıxanda qazda olurdu. 15-20 dəqiqə butulkada qalanda rəngi sapsarı saralırdı, tamı da dəyişir. Subhanallah. Yəni qaz dəyişir suyun tərkibi. Barakallahu fikum. Yəni ümumən yadınızda saxlayın ki, hansı sular ki, onların tərkibi dəyişdirilməyib, əslində qalıb, o xilqətində Allah Taala onu necə yaradıbsa, o xilqətdə qalırsa, onlarla istifadə etmirlər. Yəni onlarla təharətdir, məsələn, qusuldur və ya dəstəmaz alma olar. O sular ki, onların xilqətində dəyişiklik olub baş verir, vallahi aləm, yəni ümumi qaydaya görə onlarla dəstəmaz alma olmaz. Və yaxud da ki, Bilal qardaş. Bəli. Bax qardaşlar belədirlər. Məsəl üçün isti su var, müəyyən sular var ki, yerdən qalxır, o qaynayır. Yəni insan ona heç eləmir. Adi su kimi qaynayır və ya qazlı olur, ya turş olur, nəsə bir şey olur. Bunun tərkibi artıq belə gəlir. Yəni Allah yaratdığı kimi də yəni demək istəyirəm. Yəni onda bu su ilə dəstəmaz olmaq olar da, yəni ondan istifadə etmək olar təharətdə. Həmin o sularla bilmirəm qardaş. İnşallah o məsələyə baxmaq lazımdır. Çünki yaranılış olaraq Allah Subhanahu taala elə yaradır. Yəni yerdən də elə çıxır. Yəni belə deyək də, insanların örfündə o sudan təharət kimi istifadə olunur. Demək olar ki, yox. Yəni bəlkə çimmək zad olur, yox. Çimənlər var. İçə də bilirlər, çimən də bilirlər. İndi o daha demirəm, ayaq yoluna aparmırlar, onu deyəmərəm. Amma belə çimmək var, içmək var. Müəyyən şeylərdə istifadə olunur. Aydındır. Təharətə apardıqlarını bilmirəm. Amma başqa yerlərdə istifadə olunur. Yeməkdə, çayda, nə bilim, pişirməkdə, bu şeylərdə istifadə olunan sudur. Yəni onun tərkibindəki dəyişiklik nədir? Qazlı sudur o? Qazlı sudur, Ya turş olur, ya qazlı olur. Yəni təbii yerlə çıxır. İsti su məsələn o vaxt elə, mən uşaq vaxtı yadıma qalır. Yəni o yerdən elə çıxır, ya isti çıxır, ya qaynar çıxır, ya qazlı çıxır, ya turş çıxır. Amma yerdən çıxır, insan ona heç eləmir. Yəni siz dediyiniz kimi də xilqəti elədir, o yaradılışdan elədir. Aydındır. Yaxşı, baxarıq məsələyə inşallah gələn dərsdə ona cavab verərik. Allahın izni ilə. Barakallahu fikum. Yaxşı, deməli bu dərsimizin əsas mövzusu odur ki, deməli təharət birinci növ sular, yəni təharətin aradan qaldırılması üçün, təharətin baş verməsi üçün lazım olan sular və onların birinci növü o oldu ki, o sular özü özlüyündə təmizdir və başqasını təmizləyəndir. Dərsin əsas mövzusu budur. Özü özündə təmiz olub və başqasını təmizləyəndir. Və o da dəlil gətirdi ki, yəni məsələyə izah verdi ki, onlar hansı sulardır? Çayların suyu, dənizlərin suyu, yağışla enən, qar və yaxud da ki, dolu şəklində yağan yağıntılardır. Barakallahu fikum. Və sonra növbəti məsələ, deməli, suya əgər nəzasət qatılarsa, qardaşlar, suya əgər nəzasət qatılarsa, bu zaman o suyun hökmü nədir? Və buyururlar ki, əgər su nəzasət qatılarsa, bizim bildiyimiz yəni nəcis olan şeylərdən, hansısa heyvanın ölüsü və yaxud da ki, əslən nəcis olan heyvanların o suya daxil olması və yaxud da ki, o heyvanların dışqıları, nəzasətləri o suya qatılarsa, təkcə heyvandan söhbət getməyən ümumən, o suya qatılarsa, əgər o suda 3 vəsf dəyişərsə, o su icma ilə nəcis sayılır və onun istifadə olunması qadağandır. Və bu 3 vəsf də nədir qardaşlar? Həmən suyun o nəzasətlə iyi dəyişərsə və yaxud da dadı dəyişərsə və ya rəngi dəyişərsə. Bu 3 vəsfdən biri dəyişərsə, o zaman alimlərin icması ilə bu su nəcis su sayılır. Əgər yox, əgər bu 3 vəsfdən heç biri dəyişməzsə, o zaman o sudan istifadə etmək icazəlidir. Yəni o sudan istifadə etmək deyəndə nəzərdə tutulan olur ki, yəni onunla hədəsi aradan qaldırmaq və xəbis olan şeylərin izalə olması. Hədəsin aradan qaldırılması da o deməkdir ki, qüsul və yaxud da dəstəmazla qaldırılır. Xəbəsin aradan qaldırması da insan ayaq yolunda istifadə etdiyi su kimi. Və alimlər də onu qeyd edirlər ki, həmçinin qardaşlar, istəyir o su çox olsun və yaxud da az olsun. Ümumiyyətlə, az su, çox su nə deməkdir? Az su odur ki, hansı ki o su qülləteynlə, yəni 2 qüllədən aşağı olan sulardır. Məzhəblər arasında ixtilaf olsa da, yəni tərcih olunan görüş odur ki, çox suyun miqdarı, yəni qülləteyn dediyimiz bu ölçü 160 litrdən yuxarıdır. Yəni bir su 160 litrə çatarsa, biz deyirik ki, o qülləteyndir. Yəni 2 qüllədir, ölçü vahid olaraq. Və 2 qüllədən aşağı olan sular, məsələn, bir dənə sənin qabın var, 80 litr su tutur. Və gördün ki, o suyun içində nəzasət var.
alimlər icma ilə deyirlər ki, o sudan istifadə etmək olmaz. Artıq o su nəcis sudur. Çünki qülləti ilə aşağı olduğu üçün. Amma bunun əksi olaraq 2 qüllədən yuxarı olarsa, yəni 160 litrdən yuxarı olarsa, o zaman qayıdırsan bu 3 dənə vəsfə. Ya o suyun rəngi dəyişərsə, ya iyi və yaxud da ki, dadı dəyişərsə, artıq o su nədir? Nəcis su sayılır. Bəli. Deməli, bu qüllətin məsələsi də hədislərdə sabit olub. Hansı ki, deməli, Abu Said el-Xudri radiyallahu anh rəvayət etdiyi hədisdir. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, İnnəl mə'ə tahurun lə yunəccisuhu şeyun. Su təmizdir və onu heç bir şey nəcis eləməz. Bu ümumi qaydadır. Yaxşı, bu ümumidən xüsusi hardan çıxır? Bu 160 litr hardan çıxır? Bəs yaxşı, ümumi deyirlər ki, Allah Rasulü ki, suyu heç nə nəcis eləmir. Başqa hədisdə Abdullah bin Omarın hədisində Allah Rasulü sallallahu aleyhi ve sellem buyurur ki, İdə bələğəl mə'u qulləteyni ləm yəhmilil xabəth. Əgər deməli, su 2 qülləyə çatarsa, Allah Rasulü sallallahu aleyhi ve sellem deyir, yəni 160 litrə çatarsa, o deyir, nəcasət daşımır. Yəni xəbis olmur o su. Və alimlər də bu həmən ümumidən xüsusi çıxardırlar. 2 hədisi cəm eləyəndə görürsən ki, 160 litrdən yuxarı olarsa su, o deməli təmiz sudur. O 3 dənə sayılan vəsf dəyişməsə. Amma dəyişərsə artıq o 160 litr yox, 500 litr də olsa fərqi yoxdur, nəcis su sayılır. Bu barədə sual olan var. Hədislər, qeyd etdiyimiz hədislər deməli Əhmədin Musnədində, Nəsaidə və Tirmizidə rəvayət olunur. Və ikinci hədis, qüllətin hədisi də yenə də İmam Əhmədin Musnədində, Abu Davudda, Tirmizidə və Nəsaidə, İbn Məcə demək olar ki, çox hədis kitablarında gəlir. Və Şeyx Alban Rəhməllah hədisi səhihləşdirib. Var mı bu barədə sual? Ünal qardaş, qardınız dərsi yoxsa dal var hələ? Siz deyin inşallah, baxaq məsələyə görə hələ vaxtı varsa. Yəni, bax bu suya qaydıram, deyək yağış suyu. Aha, Yağış suyunu qeyd etdik ki, təmizdir, eləmi? bəli. Yağış suyunda biz bilirik ki, müəyyən bir dad yaranır və rəngdə də biraz sarılıq yaranır. İndi bu biraz təbiətdən də əlaqədir, çünki Allah Subhanahu onu bizə təmiz yendirir. Sadəcə bizim hava qatlı şəkli olduğu üçün o müəyyən o şeyləri özünə birləşdirir, elə şu. Çünki yağış suyuna baxanda həm onun dadında fərq olur, həm də rəngində dəyişiklik olur. Bundan əlavə də bildiyimiz dəniz var ki, bir tərəfi şirindir, bir tərəfi duzludur. O duzlu olan içmək olmur deyə. Halbuki bunlar da yaradılmışdı, Allah Subhanahu yaratdıqlardır. Mesela bunda hikmət nədir? Mesela yağış suyunun rəngi də dadı da dəyişir, amma biz ondan istifadə edə bilirik. Yağış suyunu, valla yəni açıq danışsaq mən içməmişəm. O dadının dəyişməsi barədə bilmirəm. Yəni Var, dad dəyişikliyi də var, rəng dəyişikliyi də var. rəng dəyişikliyi, yəni sən onu toplamısanmı qaba? O məsələn bir təmiz qab qoymusanmı, o yağış içinə yağıb və görmüsən ki, rəngi dəyişib. Bu müəyyən bir müddətdən sonra tam çöküntü olandan sonra durulur. Amma ilkin vaxtında o biraz bulanıq olmuşdur, yağış suyu. Tam duru oldu. Ola bilər ki, o qıraqdan təsir edən o şeylə amillər var. O amillərin nəticəsində o şey olur, yəni rəngi dəyişir. Amma ümumən Allah Teala biz Nasa baxsaq, Quran və sünnəyə, Allah Teala deyir ki, biz deyir təmiz su demişik. Yəni ümumi hökm odur ki, o su təmizdir. Amma o atmosferdə kirlənir, o buluda dəyir kirlənir, o doğrusunu Allah bilir. Yəni ümumən odur ki, təfsilatı getməsə, ümumən odur ki, o su təmizdir. Məsələn, görürsən ki, elə bir şey var, gözləyirsən, təmizlənir, sonra içirsən və yaxud da nersən dəstəmaz və yaxud da qüsl alarsan. İkinci məsələ nə idi? Duş suyu var, bir var, dəniz var, birbirine boğuşmayan. Hə. Biri məsələn şirin, biri turşlu. Qardaş, ümumiyyətlə o dəniz var ya ki, o yarısı turşlu, yarısı quru şeydir. Yəni şirindir. O dənizin harda olması barədə dəqiq məlumat yoxdur. Yəni bəzi videolara rast gəlmişəm ki, göstərirlər ki, bir tərəfi palçıq kimidir, bir tərəfi, yəni o səhih deyil yəni. Yəni doğrusunu Allah bilir, yəni o həmin dənizin hardasa olması barədə dəqiq məlumat yoxdur. Məsələn, ölü dəniz var, deyirlər o ölü dənizin suyu heç nəyə yaramır. Ölü dəniz burdadır da, Yordaniyada. Elə mi? Hə, yəni o heç nəyə yaramır deyəndə qüsl almaq olar. Qüsl almaq və ya dəstəmaz almaq olur. Yəni suyu duzludur, heç bir heyvan yaşamır orada. Əsl olaraq yəni nədir? Dəniz suyu olduğuna görə təmiz sayılır. İndi sual vermək lazımdır ki, o qülləti ilə artıqdır yoxsa azdır? Artıqdır. Ona görə qülləti ilə artıq olanda heç bir nəzasət qarışmasına istifadəsi icazəlidir. İndi orada məsələn duz məsələsi o aşırı səviyyədə deyil də. O duzluluq var, amma
istifadə olunmağa mane deyil. Doğrusunu Allah bilir. Və iyyək. Deməli, qardaşlar, sonuncu olaraq bir dənə də məsələni götürək. Və bundan kifayətlənir inşallah. Növbəti məsələ isə budur ki, əgər suya təmiz şeylər qarışarsa, məsələn, biz bildiyimiz nəzasət əsli nəcis olan şeylərdir. Təmiz olan şeylər, məsəl üçün, bura misal gətirmək olar ki, ağacın yarpağı tökülərsə və yaxud da ki, sabunla yuyursan, sabun düşür suyun içinə. Sabun əsli nədir? Təmizdir də. Yəni, bu, həmən suyun xilqətini dəyişdirmir və bu su təmiz su sayılır və onunla istifadə eləmək olar. Və çünki Allah Subhanahu taala buyurur ki, əgər xəstə və ya səfərdə olsanız, أو جاء أحد منكم من الغائط və yaxud da ayaq yolundan gəlsəniz, أو لامستم النساء فلم تجدوا ماء فتيمموا صعيدا طيبا فامسحوا بوجوهكم وأيديكم. Və deyir ki, qadına da toxunmuş olsanız, deməli, təyammüm, su tapmasanız təyammüm edin. Və sonra ondan deyir, torpaqla təyammüm edəndə də üzünüzə və əllərinizə çəkin. Üzünüzə və əllərinizə çəkin. Bəzi alimlər ixtilaf ediblər, məhzəblərdə gəlir ki, torpaqla təyammüm almaq yəni hara kimidir? Biləklərə kimi, yoxsa dirsəklərə kimidir? Bəzi alimlər deyirlər ki, dirsəklərə kimidir. Məsələn, Şafi məzhəbində bu cürdür. Doğrusunu Allah bilir. Hansı ki, deyir ki, yəni bu dəstəmazın məhəlli haradır? Demək, ayədə gələn dirsəyə qədər. Dirsəyə qədər də ola bilər. Dirsəyə qədər də məqsəd də odur ki, fikir verin, yəni dirsək də daxil olmaqla. Bəzi adamlar görsən dirsəyə qədər yuyur, dirsəyin yuxarısına çıxmır, amma çıxmaq lazımdır, dəstəmazı batıl eləyir. Yəni orada dirsəyə qədər iləl mərafiq deyəndə, yəni dirsəklə daxil olmaqla, dirsək də daxil olmaqla nəzərdə tutulur. Yəni sonuncu məsələmiz də bu idi ki, yəni suyun içinə yarpaq, zad belə şey, əsli təmiz olan şeylər düşərsə, o su deməli dəyişmir, nəcis sayılmır. Ümumi bu dərsin yəni mövzusu ondan ibarət idi ki, qardaşlar, deməli əsli təmiz olan sular, əsli təmiz olub və başqasını təmiz edən sular və bu suyun növlərindən də izah elədik ki, dəniz suları və s. Və sonra dedik ki, əgər suya nəzasət qatılarsa, bu zaman 2 qüllədən artıq olarsa, 3 vəsfi dəyişərsə, nəcisdir, dəyişməsə təmiz su sayılır və 2 qüllədən aşağı olarsa, bu zaman nəcis toxunarsa və yaxud daxil olarsa, o zaman su nəcis su sayılır. Və həmçinin qeyd elədik ki, sonuncu olaraq, əgər suya əsli təmiz olan şeylər düşərsə, məsələn, ağac yarpağı, yəni hansı ki, ondan bəzən qorunmaq mümkün deyil və yaxud da ki, əsli təmiz olan şeylər və bu zaman həmin suyun əsli təmiz olur və onu nəcis etmir. Barakallahu fikum. Bax, inşallah dərsi burada saxlayıram. İndi burada bir dənə məsələ var. Düzdür, bu məsələ qabaqda gələcək, amma